Elə uşaqlar var ki, onlar yadda qalandı. Bizim studiyamızda da olublar və doğrudan da yadımızda qalıblar. İndi deyəcəm sizə, dostlar, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Birgə və Sağlam İctimai Birliyindən birlikdə, yəni onların ümumi təşəbbüsü, Trend yolun dəstəyi ilə Kaşalata kafedə maarifləndirici bir layihə təşkil olunub. Bəli. Layihə 50 dərəcəsi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların valideynlərinin maarifləndirilməsini təmin etmək məqsədi daşıyıb. Tədbir çərçivəsində iştirakçılara əlilliyi olan uşaqların valideynləri üçün stres menecment və dayanıqlıq strategiyaları mövzusunda maarifləndirici təlimlər keçilib. Həmçinin valideynlərlə interaktiv müzakirələr aparılıb, onların mövzu ilə bağlı sualları cavablandırılıb. Tədbirin bədii hissəsində mərkəz üzvləri eyni zamanda Birgə və Sağlam İctimai Birliyinin üzvlərinin ifasında gözəl bir konsert proqramı təşkil olunub. Qeyri-adi bir konsert proqramıdır, əziz izləyicilər. Çünki bilirsiniz, çox vaxt maarifləndirmə bu sayda böyük bir ehtiyac var. Elə valideynlər var ki, bilmirlər, daxil olsa internetə orada çoxlu suallar var, çoxlu cavablar var. Cavablar da müxtəlifdir, amma belə bir layihə əlbəttə ki, artıq təcrübəli valideynlərin də təcrübə bölüşməsinə böyük bir imkan yaradır. Bununla biz cəmiyyətə çox fərqli bir mesaj ötürməyə çalışacağıq ki, qeyri-müxtəlifliyi olan insanlara imkanlar təqdim edildiyi müddətcə, onların yanında doğru insanlar olduğunda, onların bacarmayacaqları heç bir şey yoxdur və hər sahədə, istər Kaşalata kafenin əməkdaşları, istər başqa iş yerlərinə bizim dəstək verərək işlə təmin etdiyimiz insanlar da daxil olmaq üzrə və sosial sahədə də bugün məsələ bunun göstəricisi olacaq və buna görə də çox xoşbəxtlik. Tədbirin əsas məqsədi benefisiarlarımızın valideynlərinin maarifləndirmək, onları öz hüquqları barədə və sosial cəmiyyətə inteqrasiya barədə, inklüziv cəmiyyətin formalaşması barədə onlara maarifləndirmək və benefisiarlarımızın birgə təşkil etdiyi konsert proqramını nümayiş etdirməkdir.